Müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, MKN-in əsasları ideal qaz qanunları bölməsində 27-ci nömrəli suala baxaq. Deməli, birləşmiş qapalı qabın sol qolu civə ilə doludur, sağ qolunda isə hava vardır. K kranı açıldıqdan sonra sağ qoldakı civənin hündürlüyü soldakından 4 dəfə az olur. Sağ qoldakı havanın təzyiqi necə dəyişmişdir? İndi yenə də, deməli, buradakı hündürlüyü mən h ilə işarə eləsəm, h1 bərabər h. Onda əvvəl burada nə qədər deməli civə var idi? S h. İndi kran açılandan sonra deməli kran açılandan sonra S 2S. Kran açılandan sonra deyir sağ qoldakı civənin hündürlüyü soldakından 4 dəfə azdır. Yəni tutaq ki mən bura böyük h desəm, buradakı olacaq deməli 4h. İndi burada da mən yenə həcmdən gedirəm. V2 bərabərdir. Olacaq 4 dənə SH plus 2 dənə S böyük H. Bu da eləcək 6SH. İndi bilirik ki, əvvəlki həcm sonraki həcmə bərabərdir. Yəni SH bərabərdir 6 dənə S böyük H. S-lər ixtisar gedir buradan. Balaca H-ı tapdım 6 dənə H. İndi bizə də burada deyir ki, təzyiq necə dəyişər? P2 böl P1 bərabərdir. P bərabər, düsturumuz burada PV bərabər T. Deməli, T sabitsə P ilə V tərs mütənasibdir. Yəni, V1 böl V2. Söhbət sağ qoldakı havanın təzyiqindən gedir. Deməli, buradakı onda hündürlük nə qədər olacaq? Ümumi hündürlük deməli H idisə, onda bu olacaq deməli H minus böyük H. Onda V bərabər SH-dır da. Çünki 2-dən söhbət gedirsə, bunun en kəsiyin sahəsi dəyişmir, bu heç. Olacaq, belə yazıram da, 2S vır. Deməli, H1 böl 2S vır H2. O H1, H2 nədir? H1 əvvəlki, H2 sonraki. Deməli, H1 nədir? H. Yazdım H. Birinci H. H2 isə söhbət ikinci deməli sağ qoldakı şeydən gedir. Yəni borudan gedir. Olacaq H minus H. Yəni H minus H qədər burada deməli hava var. Deməli H-ın yerinə yazacağam 6H böl 6H minus H. Bu da eləcək 6H böl 5 dənə H. Deməli P2 böl P1 bərabər olacaq. 6-nı 5-ə böləndə 1,2 eləyir də. 1,2 dəfə deməli nə olacaq? Artacaq. Diqqətinizə görə sağ olun.